Birdən qardaş səsi gəldi xeymələrə. İlk dəfə idi dilinə qardaş sözü gətirirdi. Heç vaxt Hüseynə qardaş deməmişdi. Həmişə deyirdi, ağa, mövla. Üstünə deyirlər, xanım Zəhra başının üstünə gəldi deyə cürət tapdı, dedi qardaş. Dedi, anam Zəhradırsa, qardaşım da Hüseyn. İlk dəfə idi. Xanım Zəhra başı üstündəydi. İmam Hüseyin bu səsi eşidəndə bilir kimin səsidir. Amma dedi, bacı Zeynəbə dedi, bu kimin səsidir? Dedi, Əvvəlfəzin səsi. Bir o məqamda əlini qoydu belinin üstünə. Dedi, Əl-an inkəsərə zəhri. İndi Hüseynin beli sindi. Hüseyin, məni bu halda xeymələrə aparma. Uşaqlara su söz vermişəm. Rəyə ağlayanda dedi, əmi su istəmirəm, özü istəyirəm, dur ayağa. Da mən su istəmirəm.